Süni intellekt bizimlə danışır, yazır, suallarımıza cavab verir və nəticədə bir sual yaranır. O dili həqiqətən anlayır, yoxsa sadəcə sözləri təkrarlayır? Yəni, bu ünsiyyətin arxasında düşüncə, yoxsa təkcə hesablanmış cavablar var? Bunun üçün ilk növbədə süni intellektin yaranması, mahiyyəti, başqa elm sahələri, eləcə də dilçilik ilə əlaqəli həmhüdud sahələri araşdırılıb. Belə olan halda dilçiliyin ayrı-ayrı problemlərinə yeni baxış bucağından yanaşma daha effektli və etibarlı elmi nəticələr əldə etmək imkanı yaradır. Süni intellekt ən çox lingvistika ilə, dilçiliklə bağlı bir elm sahəsidir. Çünki elə təfəkkür də, təbii təfəkkür də, insan təfəkkürü də daha çox nitqlə bağlıdır. Yəni nitq təfəkkürün ifadə vasitəsidir. Ona görə süni intellektin özündə də dilçiliyin müxtəlif sahələri ilə sıx əlaqə var. Lingvistik texnologiyalarda süni intellekt üçün lazım olan lingvistik material toplanır və emal edilir və əqli nəticə çıxarılır. Müxtəlif sferalardan süni intellekt problemlərinin dilçiliyə tətbiqi məsələləri geniş təhlil olunur. Məsələn, axtarış sistemlərində iri həcmli lüğətlərin tərkibində, tərcümə sahəsində süni zəka geniş istifadə olunur. Bu səbəbdən süni intellektdə bütün dillər təmsil olunmalıdır. Yəni, hər bir dilin lüğəti ayrıca yerləşdirilməli, hər dildən sözlər götürülməli, onlar arasında əlaqə olmalıdır. Süni intellektin tam işləməsi üçün, fəaliyyət göstərməsi üçün korpus lazımdır, dilin korpusu lazımdır, dilin söz bazası lazımdır ki, süni intellekt daha çox dil materialından sərbəst istifadə etsin. Birinci növbədə həm şifahi nitq korpusları, həm də yazılı nitq korpusları yaradılmalıdır. Dilin söz bazası yaradılmalıdır ki, həmin bazadan lingvistik materiallar süni intellektin ixtiyarına verilsin. Onu da qeyd edək ki, 372 səhifəlik bu monoqrafiya dilçiliyin yeni istiqamətləri və süni intellekt problemləri ilə maraqlananlar üçün daha faydalı ola bilər. Röya Salmonova, Nail Şahbazov, Telesəhər.